Aşpazlıq yüngül sənət deyil, bu çox ağır sənətdir. Birdən 500 adama yemək pişirirsən, cavab deyilsən ona. 50 kilo ət pişirsən ona nə qədər? 50 kilo ətə bax, bir 10 dənə soğan, tuzunu da 2 qədərində tökürsən. 50 kilo ət bir qazana sığmır. 2 qazanda 50 eləyirsən. Ocağın yanmağına fikir verirsən, ocaq nətər yanır. Əti gərək yarım saat bərk qaynadasan, ocağın altı gür olur. Neçə nəfəri görür 50 kilo? 50 kiloya 200 nəfər. Ətə baxırsan, yaşlısa da suyunu biraz artıq tökürsən. Əgər cavandırsa, suyunu biraz az tökürsən. Bu ətdən bizim milli xörəklər əmələlir. Məsələn, bugün bu pişirdiyimiz elə bir kalapırdır. Xoşbaxt elimin azada gəzən bülbülü sənsən, azada qanad çal bu gözəl güllər içində. Ay yaram, ay yaram, ay yaram, yaram, aman, aman, ay aman, aman,